Doktor, deyirsiniz süni mayalanmadan doğulan uşaqlar sağlam uşaqlardır və normal uşaqdan seçilmir. Bəli. Niyə görə süni mayalanma? Çox maraqlıdır. Bəli, bu sualı çox verirlər. Niyə görə süni mayalanma? Biz öyrəşmişik də təbii olmayan hər bir şeyə süni deyirik. Süni mayalanma bu ona görə adlanır ki, bu insan tərəfindən icra olunur. Yəni sırf mayalanma prosesindən gedir söhbət. Mayalanma nədir? Bir yumurta ilə bir spermin qovuşması. Normalda bu qadının bədənində baş verirsə, süni mayalanma zamanı bu laboratoriyada baş verir və insan bunu eləyir, embrioloq bunu özü mayalandırır. Ona görə əslində türklərin işlətdiyi tüp bəbək termini daha doğrudur. Tibbi dildə isə bu IVF adlanır, in vitro fertilization, yəni ki, tüpün içində mayalanma. Ona görə türklərin termini tüp bəbək olaraq daha düzgündür, belə deyək. Biz süni mayalanma deyirik. Yəni mayalanma laborator şəraitində baş verdiyinə görə biz buna süni deyirik. Başqa bir səbəbi yoxdur. Hətta belə bir sual, mesaj gəlib ki, süni mayalanmadan doğulan uşaq nə uşaq olacaq? Adından bəlli olduğu kimi sünidir. Əsas o imiş ki, tam fərqli bir şeymiş əslində düşüncələri. Bəli, bəli. Mayalanma laborator şəraitində baş versə belə, əmələ gələn insan embrionu normal şəkildə qadının uşaqlığının içində implantasiya olur. Təbii hamiləlikdəki kimi qadın uşaqlığının içində böyünür. Yəni burada heç bir sünilikdən söz gedə bilməz. Sözümü geri götürdüm.